Burak Özçivit açandan aktyor olub ya. Gör nələr qazanır. Nə bilim, orada sonra şey var ya, Çağatay Ulusoy. Mən özümdən götürürəm. Bax, misal üçün, Aras Bulut İnəmli deyirik də. Milyonçudur ən azından. Halbuki mən bu yaşıma qədər Azərbaycan üçün ondan da çox iş görmüşəm. Serial kimi 14 serialım var mənim. 14 serial əsas rollar oynamışam, ikinci dərəcə rollar oynamışam. 4 bədii filmim var, stand-uplarım var, teatr fəaliyyətim var. Yəni bunların Rayət İmaməliyev vətəndaş mövqeyimlə qarşınızdayım. Mən bu aktyoru tanımıram, amma bu aktyora açığı ürəyim ağrıdı. Bu aktyor eşidib ki, Burak Özçivit 100.000 dollar alır. Amma Burak'ın Eksi 18 dizisində ilk Murat obrazını pulsuz oynamasını eşitməyib. Burak Özçivit'in Kuruluş Osman üçün 6 ay at çapma kursuna, qılınc oynatma dərslərinə getdiyindən, 2 dəfə ayağını qırmağından xəbəri yoxdur. Çünki Burak sənəti üçün özünü fədai edə bilib. Amma bizimkiləri sənətdən çox maaş, pul maraqlandırır. Biraz populyarlaşım, gedim reklamlara çəkilim, nə bilim toylarda tamadalıq edim, pul qazanım. Aktyorumuz özünü Burak Özçivitlə, Çağatay Ulusoyla müqayisəsi də gülməlidir. Çünki bu aktyor özünü Fərdə Xudaverdiyevlə, Elvin Atakişiyevlə və s. müqayisə edə bilər və daha səmimi olar. Məsələn, Burak'ın da, Çağatay'ın da bir verilişlərdə jurnalistlərlə nitq təfəkkürünə, danışıq qabiliyyətinə baxın, bizim aktyorumuzun da danışığına baxın. Bizimki sanki məhlələrdə quş uçurdan o quşbaz qaqaşlar olur ha, onların danışıq tərzinə oxşuyur. İndi mən deyim, niyə Burak 100.000 dollar alır, bizimkilər isə 1500 manat maaş? Kino bu xalqın tarixidir, mədəniyyətidir. İzləyici üçün maraqlı deyil, bu serialı türk çəkib, ingilis çəkib, rus çəkib. İzləyici üçün maraqlı filmin süjet xəttinin zəngin olması, təsirli olmasıdır. Bizdə süjet xətti mükəmməl hər hansı bir film varmı? Bəyin oğurlanması filmində deyildiyi kimi, sən kinonu elə çək ki, başqalarına yox, sənin kinona baxaq. Elə çəkin ki, Türkiyə seriallarına yox, öz seriallarımıza baxaq. Aktyoru tanımamağın pis anlaşılmasın, pis mənada yox ha. Sadəcə ümumiyyətlə müasir Azərbaycan kinosu, seriallarını izləyicilər tanımır. Çünki maraq kəsb etmir. Sovet Azərbaycanında istehsal olunmuş, Babəkdən, Dədə Qorquddan tutmuş, Gün Keçdi filminə qədər bütün filmlərə ən azı bir 20 dəfə, 30 dəfə baxmışam. Yenə doymuram. O qədər peşəkar çəkilib ki, biz özümüzü uşaqkən o qəhrəmanlara bənzədib böyümüşük. Amma indikinə bir dəfə baxandan sonra vallahi ikinci dəfə baxmaq olmur. Baxa bilmirik. Çünki müasir filmlərdə doyumluluq yoxdur. Obrazlarda peşəkarlıq yoxdur. Obrazlar saxta alınır. Aktyor şikayət edir ki, bizim onlarda nəyimiz əskikdir? Deyim mi nəyiniz əskikdir? Onun elə serialının adı Kuruluş Osman, Türkiyənin tarixini təbliğ edir. Sənin oynadığın serialın adı isə Xəyanətdir. Yəni adından bəllidir. Elə o Xəyanət filminin özünüz qurbanına çevrilmişsiniz. Biz özümüz filmlərimizlə öz tariximizi ələ salırıq valla. Baxın, Bir Qalanın Sirri filmini müasirləşdirib bir xalanın sirri etdiniz. Axırıncı aşırımı axırıncı yol etdiniz. Məşədi İbadı, Məşədi İbqa adlı güya komedik janr edib tarixi filmlərimizi ələ saldınız. Söyüş kəlmələrini filmlərimizin sətiraltı başlığı etdiniz. Məsələn, Stalinin başı, Ay Brilyant, sayın mı? Qarabağ döyüşləri tarixini güya əks etdirən Doğu filmi çəkdiniz. Əhalini müharibədən qorxan, döyüşdən qorxan belə bir obrazda qələmə verdiniz. Bir dənə də Seçilən filmi çəkdiniz. Xalq hərəkatının Elçibəy başda olmaqla bütün üzvlərini erməni casusu kimi o filmdə qələmə verdiniz. O tarix o qədər uzaq deyildi ki. İnam, maraq, etibar hamısı filmlərinizlə getdi. İndi aktyor qardaş gileylənir ki, bizim onlardan nəyimiz əskikdir?
Sənətə məhəbbətiniz əskikdir. Peşəkarlığınız əskikdir. Senariniz əskikdir. Vətənə məhəbbətiniz əskikdir. Obyektivliyiniz əskikdir. Dürüstlüyünüz əskikdir. Qardaş, əski çox şeyiniz var.